Salam şagirdlər, bu videoda KSG 2-nin C və D variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. C variantında sual 1-dən başlayaq. Bizə deyir ki, katetləri 96 və 180 cm olan düzbucaqlı üçbucağın hipotenuzu neçə cm olar? Deməli, bizə düzbucaqlı üçbucağı verib. Katetləri 96 və 180. Bizdən hipotenuz soruşur. Hipotenuzun kvadratı bilirdik, katetlərin kvadratları cəminə bərabər edir. Doğrudurmu? Bu da x-in kvadratı bərabərdir. Deməli, 41616. X da bərabərdir. Bundan da kök çıxır. Deməli, 204. Cəmimiz olar. Var. D variantı bəli var. Sual 2-də isə perimetri 90 olan düzbucaqlı üçbucağın, deməli, düzbucaqlı üçbucağımız var və perimetri 90 cm. Katetlərdən biri 9 olarsa, hipotenuzunu tap. Katetlərdən biri. Aha. Necə tapa bilərik? Uşaqlar, bu tərəf nədir? Tutaq ki, A-dırsa, bu üçüncü tərəfi tapaq, A-nı tapaq. A bərabər nəyə? A kvadrat. X kvadratı çıxaq 9-un kvadratı, yəni 81. Düzdür? Deməli, A özü nəyə bərabərdir? X kvadrat çıxaq 81, amma kök altda. Düzdür? Bura oldu X kvadrat çıxaq 81, amma kökdə. Düzdürmü? İndi, gəlin bunun üçündən istifadə eləyək. Deməli, x üstə gələk 9, üstə gələk kök altda x kvadrat çıxaq 81 bərabərdir nə? 90. Bu perimetrdə, düzdürmü? X üstə gələk kök altda x kvadratı çıx 81 bərabər 90 çıx 9 bölü 81. Yazıram x kvadratı çıx 81 kök altda bərabərdir 81 çıxaq x. Düzdürmü? Və kvadratı yüksəltsəm hər tərəfi, alıram burada nə? X kvadrat çıx 81 bərabərdir 81 çıxaq x-in mötərizəsinin kvadratı. Sonra sadələşdirirəm, x kvadrat çıxaq 81-ə dəyimirəm. 81-in kvadratı çıxaq 162x üstə gələ x kvadrat. Düzdürmü? Bu x kvadratları islah olunur. Qalır nə? Mənfi, belə yazaq da yox. 81-in kvadratı nə eləyir? 81 vur 81. Bir dəfə 81, 8 dəfə 60. Deməli, 8, 64. 6561. Aha, 6561 çıxaq 162x üstə gəl 81 bərabərdir 0. Tənliyin həll edəcək. Gəlin sadələşdirək bunu. Bunun üstünə bunu gələk, bərabər götürək 162x-a. 162x bərabərdir. Deməli, 6561 üstünə 81 gəlsək, bizə verər 2, 14 bir yadda 6, 6. 6642. Burada x bərabərdir. Bu bölək bu. Yəni 6642 bölü 162. Bu da eləyər, deməli 41. Canımız oldu A variantı. Bizdən x-i soruşurdu da, düzdürmü? Yəni hipotenuzu soruşurdu. Biz də x-i hipotenuzu demişdik. Tapdıq x-i 41. A variantı. Sonra üçüncü sualda isə diametri 30 olan, deməli bir çevrə çəkək və diametrini göstərək ki 30-dur. D bərabərdir 30 cm. Aha. Çevrənin mərkəzindən 9 cm məsafədə yerləşən, bax bu çevrənin mərkəzidir. 9 cm məsafədə yerləşən vətərin uzunluğunu tapın. Baxın, ta ki bu 9 cm məsafə olsun. Ta ki deyək bura. Buradan yerləşən vətərin deyir. Belə yazaq. Elə buradan bura gələk. Buradan bura olsun bir vətər. Buradan bura 9-dur. Düzdürmü? Diametr 30'da. Radius nədir uşaqlar? Diametrin
Yarısı bizə verirdi radius. Radius oldu 15. Düzdürmü? Yəni diametr bölü 2 15 sm. Deməli buradan da bura 6'dır. Uşaqlar bunun da bax bu da radiusda, düzdürmü? Bu da 15'dir, bu da 15'də. Çünki həmin radiusda bu da 15'dir, bütöv bu da 15. İndi mən bu 15'in kvadratından 9'un kvadratını çıxsam, bax buradan bura qədər olan x məsafəsini taparım. Vuracam 2'yə bütöv vətəri verəcək. İndi 15'in kvadratından 9'un kvadratını çıxsam, mən x'in kvadratını alarım. Kvadratlar fərqinə görə yazıram. Bir dəfə fərqi, bir dəfə cəmi. Bərabər x kvadrat. Alıram burada. 6 bura 15'in üstə 9'un üstə 24 bərabər x kvadrat. X də bərabərdir 6 vura 2 12. X'i tapdıq 12. İndi 2'yə vursaq, bax buradan bura qədər olan məsafəni tapmışıq. 12'dir. Bütövi soruşur bizdən, vətəri soruşur. 2 vura 12 deyər 24 sm. Cavabımız olar D variantı. Deməli, 4-cü çalışmada isə diagonalı 6 kökdəki olan kvadratın perimetrini tap. Uşaqlar kvadratın bilirik ki, bütün diagonalları 2 dənə diagonal var da. Diagonallar bərabərdir. Və diagonal, daha doğrusu tərəfləri bərabər olduğu üçün Pifaqor teoremine görə bilirik ki, bura AA, bura A kökdə 2. İndi A kökdə 2 deyir, yəni diagonal neçədir? 6 kökdə 2'dir. Bunda tərəf neçədir? Kökdə 2'yə bölsək A olacaq 6. Tərəfimiz oldu 6. 6. Bizdən nə soruşur? Perimetr. Perimetr necə hesablanırdı? 4 tərəfin cəmi, yəni 4A. 4 vur 6. Bu da eləyər 24 sm. Cavabımız olar A variantı. 5-ci çalışmada isə şəkilə əsasən trapesiyanın perimetrini tap. Deməli bizə bir trapesiya verib 15 buradır. Buradan bir qırıq-qırıq hündürlük endirib. Bura 9 adlandırıb. Buradan da bir hündürlük endirib. Bura 14 deyib. Və burada 16 deyib. İndi nə deyir? Heç nə, perimetri tapın deyir. Yazacaq perimetr bərabərdir sual. Necə tapaq? Uşaqlar 15'in kvadratından 9'un kvadratını çıxdıq. Bayaq da tapdıq nə? 12. Düzdürmü? Bu hündürlüyə bərabər olduğu üçün baxın, bu qarşı tərəfləri paraleldir axı. Trapesiyanın qarşı tərəfləri paralel olduğu üçün, yəni oturacağı paralel olduğu üçün nə olur? Bu da hündürlüyü bir-birinə bərabər olur da hündürlüklər. Deməli bu da oldu 12. İndi 16'nın kvadratından 16'nın kvadratının üstünə 12'nin kvadratını gəlsək, buranı taparıq. Bu x'in kvadratı bərabərdir 16'nın kvadratı üstə gəl 12'nin kvadratı. Burada da x'i alırıq 20. Buranı da tapdıq 20'dir. Və buradan bura 14'dür. Bu da buna bərabərdir. Burada 14'dür. Düzdürmü? Bütün tərəflərimiz var. İndi perimetr bərabərdir. 20 üstə gəl 14 üstə gəl 15. Bunun üçün gəldim. İndi isə bunu gələcək. 9, 14, 16'nın cəmi. 9, 14 və 16'nın cəmi. Bu cəm neçə eləyəcək? Deməli 34, 49, 58, 63, 79 sm. Uşaqlar yəqin ki, nə istəf elədik. Bircə saniyə bilim toplayaq. Deməli, bir tərəfimiz oldu 20. Baxın, şəklin üzərində göstərim yaxşısı. 20 bura oldu. 14 bura oldu. 15 bura oldu. Bura neçədir? Bütöv. Deməli, 14 ilə 9'un cəmi 23. Bu da 16. 39 deyir, düzdürmü? Hə, 39. İndi bütün bunun cəmi. Deməli, 20 üstə 39. Deyir 59. Üstünə də 29 gələndir. Mən 59'un üstünə 29 yəni nə eləyər? 88 edər. Mən niyə 79 aldım ki? Neysə, şöyle bərabərdə 88 cm. Cavabımız oldu C variantı. Toplamam zəifdir yəqin. Sonra uşaqlar 6'ya baxaq. Sadə şeydir uşaqlar, görə çox da dərindən fikir vermədim. Şəkilə əsasən x'i tap. Deməli,
Belə bir üstbucağı verib, bura x, aha, bərabər yanlıdır belə çıxır ki, bura 9, bura isə 10-dur. Bizə deyir x-i tapın. Aha, necə taparıq? Uşaqlar, bu bərabər yanlı olduğu üçün gəlin buradan bir hündürlük endirək. Hündürlük qarşı tərəfi yarı böləcək. 9 ilə 21-in cəmi 30, düzdürmü? Yarı bölsək, olacaq bura 15, və buradan burada 15. Buradan bura 9 olduğu üçün bura qalacaq neçə? 6. Düzdür? Bu 10'un kvadratının 6'ın kvadratını çıxaq, bura qalsın 8. Düzdürmü? Bu maili tapdıq 8. Daha doğrusu yox, üzr istəyirəm. Bura 10 imiş. Biz hündürlüyü tapdıq 8. 10'un kvadratından 6'ın kvadratı 8 buranı tapdıq. Aha. Hündürlüyümüz oldu 8. İndi 15'in kvadratı ilə 8'in kvadratını cəmi bizə x verəcək. X'in kvadratı bərabərdir 15'in kvadratı üstəgə 8'in kvadratı. Bu bizə nə verir? X'in kvadratı bərabər 225 üstəgə 64. X'in kvadratı bərabər 289. X'i tapırıq 17. Düzdürmü? Yəni 17'in kvadratı 289'dur. Burada elə də 17, burada elə də 17. Bizdən nəyi soruşur? X'i soruşur da C variantı. 7-ci çalışmada isə şəkilə əsasən AB məsafəsini tap. Baxaq, uşaqlar, bu da rahat suallardan əslində. Sadəcə bir balaca görmək lazımdır, belə deyim. Bura 5'dir, bura 4'dür, bura isə bütöv 12'dir. Bunun üzərində yazın 12. Bu da düz bucaqdır, bu da düz bucaqdır. Deyir ki, AB məsafəsini tapın. Bura haradır? A'dır, burası B'dir. Aha, bütöv buradan bura qədər olan məsafəni soruşur. Düzdürmü? Bu məsafəni tapaq. Necə taparıq uşaqlar? Gəlin belə edək. Uşaqlar, baxın, bu A məsafəsini mən gətirib bura qoysam A'nı. Düzdür, 5 vahid yuxarı qalxmış oluram da. Bax, bura yazıram A ştrix. Yəni A'nı gətirdim yuxarı. Bunu 5 vahid gətirdimsə, düzdürmü? Bu da paralel 5 vahid qalxacaq yuxarı. Bu da 5 vahid qalxacaq yuxarı. Bu 17'ni silək. Düzdürmü? Bu B gəlib olacaq burada 5 ştrixdə. Düzdürmü? Deməli, belə bax, həmin bu AB xəttinin paralel köçürdüyən buraya olur. Həmin AB xətti bu həmin məsafə olur da, bu x məsafə oldu bu məsafə. Və buradan bura qədər olan məsafə nə olacaq? 4 idi, 5'də artıq oldu 9. Düzdürmü? Bura neçədir? 12. Düzdürmü? İndi 12'nin kvadratı ilə 9'un kvadratından bizə bu x verəcək, verməyəcək? Verəcək. Onu da yazıram. X'in kvadratı bərabər 9'un kvadratı üstəgəl 12'nin kvadratı. Bu qədər sadə. X'in kvadratı bərabər 81 ilə 144'ün cəmi. 225. X da bilirik ki 15'dir. Cevabımız oldu D variantı. Uşaqlar, bu tipli, bax bu kitabda verilən tipli misalları həmişə elə edin. Ya bu beyni düşürün bura, bunu uzadın aşağı olsun belə. Ya da ki əksinə, indi burada yazdığım kimi bir aşağı bu üzdə sol tərəfdəkini qaldırın yuxarı, daha rahat olsun. Yoxsa çətinlik çəkəcəksiniz. 8'də isə uşaqlar üçbucağın tərəfləri 10'dur, 17'dir və 21'dir. Böyük tərəfinə çəkilmiş hündürlüyü tapın. Uşaqlar, bu hündürlüyü soruşur bizdən. Necə taparıq? Bura h yazsam və burada nə yazaram? Bütöv 21 idi. Burada x yazsam, buraya yazaram 21 çıx x. Uşaqlar, mən 17'nin kvadratından çıxsam əgər 21 çıx x-in kvadratın mənə verər, bu hündürlüyü verər. Düzdürmü? Hündürlüyün kvadratını verər. Və onun kvadratından bu x'in kvadratını çıxsam, mənə yenə hündürlüyün kvadratını verər. O demək ki, bunlar bərabərdir hündürlüyün kvadratları. Deməli, bununla bu da bir-birinə bərabər. Doğrudurmu? Yazıram onda. 17'nin kvadratı çıxaq 21 çıxaq x'in kvadratı bərabərdir. 10'un kvadratı çıxaq x'in kvadratı. Hər ikisi hündürlüyə bərabər olsun, bir-birini bərabər götürürəm. Və biz sonda hündürlüyü tapacağıq. İndi görək nə edirik. Sadələşdirək. 289 çıxaq 441 üstə gələk 42x üstə gələk daha doğrusu çıxaq x kvadratı qarşıdakı çıxaq eləyir də onu elə. Bu da eləcək 100 çıxaq x kvadratı. Aha, görək bu nə verəcək? Bunlar islah oldu, getdi. Qaldı bir dənə dəyişən olaraq 42x. 42x bərabərdir
Deməli olacaq nə? 100 üstə gələk 441 çıxaq 289. 42x bərabərdir. Bu eləyir 541 çıxaq 289. Bizə nə verir? Deməli 11-dən 2, 13-dən 5, 2, 252. 252. X da bərabərdir. 252 bölü 42. Neçə eləyər? 6. X-i tapdıq 6. Düzdürmü? Bax, X-i tapdıq 6. İndi 10-un kvadratından 6-nın kvadratını çıxsaq hündürlüyü taparıq həmi? Bəli. İndi 10-un kvadratından çıxıram 6-nın kvadratını mənə verir hündürlüyün kvadratı. Hündürlüyün kvadratı bərabərdir 100 çıxaq 36. Hündürlüyün kvadratı bərabərdir 64. Hündürlüyü öz olacaq 8. Cavabımız olar C variantı. 8 cm. 9-da isə uşaqlar şəkilə əsasən x-i tap. Gəlin görək şəkilə əsasən x-i necə tapaq. Deməli, belə bir düzbucaqlı düzbucaq verib. Bura düzbucaqdır. Bura 6-dır. Bura 12-dir. Bura 30 dərəcədir. Və bura isə x-dir. Uşaqlar bizdən x-i soruşur. Necə tapaq? Biz bilirik ki 30 dərəcəli bucaq qarşısındakı bax bu katet hipotenuzun yarısıdır. Hipotenuz bütöv nədir? 12 ilə 6-nın cəmi, yəni 18-in yarısı. Eləyəcək bura 9. Düzdürmü? Və indi sonra baxırıq. Burada isə baxın, bura 30, bura hipotenuzdur. Düzdürmü? Bu kiçik düzbucağın hipotenuzdur. Bura isə nədir? 60 dərəcədir. Gəlin belə edək. Gəlin belə edək. Bu 18-in kvadratından bu 9-un kvadratını çıxaq, tapaq bütöv buranı. Düzdür? Sonra buranı taparıq. Deməli 18-in kvadratından 9-un kvadratını çıxsaq, alırıq. Buradan bura A deyirəm. A-nın kvadratı. Bu kvadratlar fərqini yazsam 18 çıxaq 9, bir də 18 üstə 9. Bərabərdir A kvadrat. Bu bizə nə verir? 9 vuraq 27 bərabərdir A kvadrat. A bərabərdir 9,3 santimetr. Bütöv bura oldu 9,3. Düzdürmü? Və biz bilirik ki 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kökətdə 3 daha böyükdür. Deməli 12-ni, bax buranı tapmaq üçün mən 12-ni bölsəm kökdə 3-ə, taparam 4 kökdə 3. Deməli burada neymiş? 4 kökdə 3 imiş. Və 30 dərəcəli bucaq qarşısındakı bu 4 kökdə 3 olan katet bu hipotenuzun yarısına bərabər. Deməli burada 8 kökdə 3-dür. Düzdürmü? İndi bu 8 kökdə 3-dürsə və buradan bura 9 kökdə 3-dür. Bura nə qalır? Deməli 9 kökdə 3-dən mən 8 kökdə 3-ü çıxsam, həmin bu x-i tapmış olaram. Bizə lazım olan x. X da bərabərdir bir dənə kökdə 3. Cavabımız oldu kökdə 3 cm. Yəni A variantı. Sual 10-da isə bizə deyir ki, bərabərində üsbucağın yan tərəfinə çəkilmiş hündürlüyü bərabər yanlı üsbucağın da yan tərəfinə çəkilən hündürlüyü olsun. Aha. Deməli, bura A-dırsa, burada A-dır. Bunu bilək. Hündürlüyü və yan tərəfi təpədən başlayaraq 8/9 nisbətində hissələr ayırır. Deyir ki, bircə saniyə, çəkilmiş hündürlüyü yan tərəfi təpədən başlayaraq 8, 8 və 9-a bölür. Deməli, tərəf 17 cm-dir. Bura oldu 17. Və bərabər yandı. Bunu bildik. Ayırırsa, yan tərəfə çəkilmiş hündürlük neçə santimetr olar? Bu x-i soruşur bizdən. Neçə sant olar? Uşaqlar, gəlin 17-nin kvadratından 8-in kvadratını çıxaq, hündürlüyü tapaq da. Düzdürmü? 17-nin kvadratından mən 8-in kvadratını çıxsam, taparam bu nəyi hündürlüyü? Yazıram h-ın kvadratı. H-ın kvadratı bərabərdir. Kvadratlar fərqi üstünü açıram. 17 çıx 8. Bir dəfə də 17 üstə gəl 8 kimi yazıram. Və h-ın kvadratı bərabərdir 9 vur 25.
H-ın kvadratı ideal olsa H bərabər olacaq. Nəyə? 3 vur 5, 15. Tapdıq hündürlüyü 15. İndi bizdən nəyi soruşur? Oturacağı soruşur yoxsa nəyi? Deyir ki, e, hissələrə ayırarsa, yan tərəfə çəkilmiş hündürlüyü neçə santimetr olar? 15 santimetr. Uşaqlar. 15 santimetr. Mən elə bildim, buranı soruşacaq. Sonra deyəcək 15 ilə 9-un cəmi yəqin buranı verər. Onu deyir, elə bildim. Hündürlüyü tapdıq 15 olar. Sonra 11-ci sualda isə ABC bərabər tərəfli üst bucağında deməli ABC bərabərində üst bucağında bura 15-dir. AB 15-dir. Sonra DY deyir perpendikulyardır BC-yə. Burada bir perpendikulyarlıq var. Bura Y'dir. Bura isə D'dir. Aha. Sonra görək nə deyir? Deyir B'ye neçə santimetr olar? Bura neçə olar? Valla buranın 60 olduğunu bilirik. Çünki bərabər tərəflidə 13. Buranın da 30 olduğunu bilirik. Doğrudurmu? Onda belə çıxır ki, burada bütöv 15'dir. Düzdürmü? Və AD'nin DC-yə nisbəti 1-in 4-dədir. AD'nin buranın AD'nin DC-yə nisbəti 1-in 4-ə nisbəti kimidir. Yəni 4K daha doğrusu 1K buradır, 4K buradır. Yəni ümumi 4K-nın 1K-nın cəmi, yəni 5K 15-dirsə, K-nı tapırıq 3 sant. Deməli buradan bura 3-dür, buradan bura isə 10-dur. Yox, bircə saniyə 15 isə 12-dir. Düzdürmü? Cəmi 15 eləsin də. İndi uşaqlar 30 dərəcəli bucaq qarşısındakı bax bu katet hipotenuzun yarısıdır. Hipotenuzumuz nədir? 12-dir. Bura oldu nə? 6. Düzdürmü? Və bütün tərəflər də 15 edirsə, bura 6-dırsa, bu x-imizi taparıq. 15-dən 6-nı çıxarıq, həmin ölçüyü taparıq. X-imiz də olar 9 cm. Cavabımız olar 9 cm. Sonra 12 və sonuncu sualda isə uyğunluğu müəyyən edin. Belə bir düzbucaqlı üstbucağı verilib. Aha, bura deyir alfa bucağıdır, bura x-dır, bura isə 2 kökdə 6-dır. Nə deyir? Bir də deyir ki, alfa demək istəyir uşaqlar. Alfa 30 olarsa, 2-də deyir ki, alfa 45 olarsa, 3-də deyir ki, alfa 60 olarsa, x-i tapın. Uşaqlar, biri yoxlayıram. Bura 30 olsa, 30 dərəcə bucaq qarşısındakı bu katet hipotenuzun yarısıdır. Yəni x bərabər olacaq 2 kökdə 6 vuraq 2, eləyəcək 4 kökdə 6. Olduğu kimi yazım. Yəni 4 kökdə 6 santimetr. Bu qaldı belə. İkincidə, əgər bu 45 olsa, burada olacaq 2 kökdə 6, kvadratları cəmi eləyəcək bu. Düzdür, bərabər yanlı olur da 45 olsa, burada 45, burada 45 olacaq ona görə. Bunu silək. Aha, 2 kökdə 6, 2 kökdə 6. Deməli, uşaqlar 2 kökdə 6 ilə 2 kökdə 6-nın kvadratları cəmi bizə nəyi verir? Deməli 4, 6, 24, üstə gəl 24. 48 eləyir. Kökdə 48 də bizə nəyi verir? 4 kökdə 3. Olur 4 kökdə 3. X eləyir 4 kökdə 3. 45 olanda. Sonra silək o birində yazaq. Yer çatsın. 60 olanda isə şöyle bura 60-sa, bunu da silək. Bura 30'dur. İndi 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kökətdə 3 daha böyükdür. Düzdür? Onda mən 2 kökdə 6-nı kökdə 3'ə bölsəm, alıram 2 kökdə 2, düzdürmü? Bura olur 2 kökdə 2. İndi x-i tapmaq üçün bununla bunun kvadratları cəmi bizə nəyi verməlidir? X-i verməlidir. X bərabər olacaq nəyə? 2 kökdə 6-nın kvadratı 24, üstə gələk. Kökətdə də 2 kökdə 2 də 8 verir. Bu da deyir kökətdə 32. O da nə deməkdir? 4 kökdə 2. Deməli cavabımız oldu 4 kökdə 6. Birincidə oldu. Deməli 4 kökdə 6, yəni C. İkincidə oldu 4 kökdə 3, yəni D. Üçüncüdə də oldu 2 kökdə 2, düzdürmü? Bir saniyə, yox, üzrsən, 2 kökdə 2 yox. Nə tapdıq? X-i nə tapdıq? 4 kökdə 2. Cavabımız olar Y. Deməli C, D, Y. Sonra baxırıq uşaqlar D variantına.
Sual 1-dən başlayaq. Deməli, bizə deyir katetlər 72 və 96 düzgün olsa hipotenuz nə qədər olur? Uşaqlar baxın yenə kateti 72 və 96 olan düzbucaqlığın hipotenuz x-in kvadratı Pifaqor teoreminə görə deyirik 72-nin kvadratı üstə gələk 96-nın kvadratı. Buradan uşaqlar x zəhmət olmasa taparsınız. Sual 2-də isə perimetri 56 olan düzbucaqlı üstbucağın, deməli düzbucaqlı üstbucaqdır. Perimetrdə 56 santimetrdir. Aha. Katetlərdən biri 7 olarsa hipotenuzunu tap. Uşaqlar bu hipotenuzu soruşur. Necə tapa bilərik? Buranı A-la qiymətləndirsək, A kvadratı bərabərdir x-in kvadratı çıxaq 7-nin kvadratı. Yəni x kvadratı çıxaq 49 alırıq. Və A onun özünə bərabər olur. Kök altda x-in kvadratı çıxaq 49. Düzdürmü? Deməli buranı tapdıq. X-in kvadratı çıxaq 49 amma kökdə. İndi neyəcəyik? Bu x-in kvadratından bunu çıxacaq, bərabər götürək 49-a. Deməli x-in kvadratından çıxsaq, x kvadrat çıxaq, daha doğrusu üzr istəyirəm. Yox, bu eynilik alacaq da. Burada indi gəlin bunun üçün toplayaq, perimetrə bərabər götürək. X-in üstünə gələcəyik. X-in kvadratı çıxaq 49-un kökün, üstünə gələcəyik 7-ni, bərabər götürəcək 56-ya. Bu oldu perimetrdə, düzdürmü? Yazıram x üstə gələk. X kvadrat çıxaq 49 bərabərdir 56 çıxaq 7 edir 49. Düzdürmü? Kök altda x kvadrat çıxaq 49-u bərabər götürürəm. Bu x atıram sağ tərəfə 49 çıxaq x-a. Və hər tərəfə kvadrata yüksəltsəm, alacam burada x kvadrat çıxaq 49. Burada da alacam 49 çıxaq x-in kvadratı. Gəlin görək 49-un kvadratı nə edir? 81, 8 yadda 32, 40. 4 dəfədə 4, 9, 36, 4, 4, 16, 19. 1, 6, 13, 1 yadda 2, 2361. Deməli, x-in kvadratı çıxaq 49 bərabər olacaq. 2361 çıxaq 98x üstə gələk x kvadrat alacaq. Düzdürmü? Bunu açdım da. Sonra bu x kvadratları islah olunacaq. Çünki bir tərəfə keçəndə islah olunacaq. Sonra alacaq nə? 2361 üstə gələk 49 bərabər 98x almış oluruq. Burada alırıq 98x bərabərdir 2410. Düzdürmü? Alırıq 0, 1, yadda 4. Aha, 2410. X da bərabərdir 2410 bölək 98. Bu bizə nəyi verər? Uşaqlar burada 2401 edir bu. Uşaqlar üzülürsən, yazmışam. Demək bir dəqiqə. 9, 9, 81, 8, 7, 4, 9, 36. Hə, bu 44 edir, 40 eləmir. Deməli 2400, 2401 edir. 2401 üstə gəl olacaqdır. 2401 üstə gəl 49 biləcəyinə 2450 eləyəcək. Üstünmü? 98'e də böləndə düşəcək 25. Canımız olacaq. Var belə bir cavab. Bəli, var D variantı. Sonra sual 3'te isə diametri 34 cm çevrən mərkəzindən 8 cm məsafədə yerləşən vətənin uzunluğunu tap. Deməli, baxaq birinci çevriyə. Bu çevrəmiz, bu diametrimiz. Deməli, diametrimiz neçədir? 34 cm. Bunda radiusumuz diametrinin yarısı olduğu üçün 17 cm. Və çevrənin mərkəzi burada 8 cm məsafədə. Baxın, burada tutaq ki, 8 cm-dir. Bir nə vətər çəkilib. Bu vətərin uzunluğunu soruşur. Bura 8-dir. Uşaqlar, bu nədir? Radiusda. Bu da nədir? Radius. Hər biri radius. Çünki daha doğrusu bu radiusdur. Üzr istəyirəm. Budur. Üzr istəyirəm. Bu radiusdur. Bu da radiusdur.
Deməli, radiusumuz neçə oldu? 17. Bu da oldu 17. Və bunun da perpendikülər olduğunu bilirik. Düzdürmü? İndi bizə nə deyir? Məsafə dediyinə görə perpendikülər yazırıq ha ona. Yerləşən vətənin uzunluğunu soruşur. Uşaqlar 17-nin kvadratından 8-in kvadratını çıxsa buranı taparıq. Bərabər yanlı üçbucaq olduğu üçün və bilirik ki, bunlar yarı bölünüb. Deməli, buranın nəticə bu da oldu. Deməli, yazıram x-in kvadratı bərabər 17-nin kvadratı çıxar 8-in kvadratı. X-in kvadratı bərabər 289 çıxar 64. X-in kvadratı bərabər 225, x da bərabər 15. İndi uşaqlar bu məsafə 15-dirsə, təbii ki, bu məsafə də 15-ə bərabər. Ümumi vətənin uzunluğu 15 üstə gəl 15, yəni 30 santimetrə bərabərdir. Cavabımız olar C variantı. Çalışma 4-də isə diagonal 4 kökdə 2 olan kvadratın perimetri. Uşaqlar biz bilirik ki, kvadratın bütün tərəfləri bərabər və diagonalı tərəfindən kök adda 2 dəfə böyükdür. Düzdürmü? İndi A kökdə 2 əgər 4 kökdə 2-dirsə, kök adda 2-yə bölsək A bərabər 4. Deməli, tərəfimiz oldu nə? 4. Bütün tərəflər oldu 4. Bizdən soruşur perimetr. Kvadratın perimetri 4A olduğu üçün, yəni 4 tərəfin cəmi olsun. 4 vura, tərəfimizdə 4. Deyəcək 16 cm. Cavabımız olacaq B variantı. 5. Şəkilə əsasən trapesiyanın perimetrini tap. Baxaq yenə. Deməli, bizə belə bir trapesiya verilib. 15, 12 və 6. Burada 6. Hündürlüklərdir bunlar. Burada 10'dur. Uşaqlar, bura 10'dursa, bura 6'dırsa, Pifagor teoremindən istifadə edib hündürlüyü tapırıq 8. Yəni 10'un kvadratı 6'ın kvadratı deyir 8. Bu hündürlüyün də 8 olduğunu, buranın bura bərabər olduğunu bilirik də. Çünki ikisi də eyni hündürlükdür. Və bu kiçik oturacağının düz bucağıyla oturacağı, bu oturacağı bərabərdir, düzdürmü? Burada oldu 12. Düzdür. İndi bura 15, bura 8'dirsə, bura eləcək 17. Kvadrata bax, 15'in kvadratını 8'in kvadratını cəmi 17'in kvadratını verir. Buna tapdı 17. İndi bütün tərəflər var. 17, 12, 10 və 15, 12, 6'nın cəmi. Yəni 18, 33'də bura. Cəmi nə eləyər? Perimetri yəni. Yəni 33 üstə gəl 17, üstə gəl 10, üstə gəl 12. Bu bizə verir 50, 60, 72 santimetr. Cavabımız olar B variantı. Sonra 6-cı çalışmada isə şəkilə əsasən x tap. Yine baxaq uşaqlar şəkilə. Bucaq verib, buradan bir 15 santimetr bir mail verib. Buranın deyir 25 olduğunu bilirik, buranın isə 7 olduğunu bilirik. Bura x-dir. Aha, bərabər yanlıdır uşaqlar. İki tərəfi bərabərdir. Onda gəlin buradan bir hündürlüyü indirək. Bu bizim olsun həm hündürlük, həm tömürün, həm median. Niyə? Çünki qarşı tərəfi yarı bölür. Bərabər yanlıdır. Qarşı tərəf yarı böldüyü üçün 25 ilə 7-nin cəmi 32. Yarı bölsə bura eləyəcək 16, buradan burada 16 eləyəcək. Buradan bura 7 etsə, bura qalır neçə? 16 çıxar 7, yəni 9. İndi 9'un kvadratı ilə bu adet, bura h desək, h-ın kvadratı cəmi 15'i verməlidir. Deməli 15'in kvadratından 9'un kvadratını çıxsam, h-ı alaram. Deməli h-ın kvadratı bərabərdir 15'in kvadratı çıxar 9'un kvadratı. Bu h-ın kvadratı bərabərdir 6 vuraq 24. Burada h-allıq 12. Düzdürmü? Hündürlüyümüz oldu nə? 12. İndi bizə baxaq. Biri nəyə soruşur? Bizdən x-i soruşur. Bu x-i tapmaq üçün 16'nın kvadratı ilə 12'nin kvadratını bizə verəcək x-i. O da bizə verəcək 20. Yəni x-in kvadratı bərabərdir 16'nın kvadratı üstə gəl 12'nin kvadratı. Yəni x-in kvadratı 256 üstə gəl 144. Bu da x kvadratı eləyər 400. O da eləyər x bərabərdir 20 santimetr. Cavabımız olar C variantı. Daha sonra 7'də isə 7. Buradan baxaq. Aha. Uşaqlar bu digər, yəni C variantında da bunu izah elədim. Diqqətlə baxaq bura. Bir balaca aşağıdan çəkək ki, paralel köçürəndə bizə mane olmasın. Deməli, bura 2'dir, bura B nöqtəsidir. Bura isə A-dır və 4'dür. Bura A-dır və 4 santimetr. Bu da perpendikülər, bu da perpendikülər. Və buranın bütöv 8'ə bərabər olduğunu deyir və AB məsafəsini soruşur. Uşaqlar, AB məsafəsi budur. Doğrudurmu? AB məsafəsi.
Gəlin belə edək. Biz bunu, bax bu B nöqtəsinin 2 vahid düşürsək aşağı, yəni bura. Deməli burada 2 vahid düşəcək aşağı bura. Burada 2 vahid düşəcək aşağı bura. Düzdürmü? Onda belə çıxır ki, bizim həmin o düz xətt alınacaq belə. Yəni belə də 2 bura düşür. Düzdürmü? Deməli B olacaq burada. Burada tutaq ki bu B1 oldu. Bu B düşəcək aşağı bura. Bu A düşəcək bura. Düzdürmü? İndi buradan bura bütöv nədir? 8'dir. Düzdürmü? Bura 8'dir. Buradan bura 4 idi. Bu ikində paralel köçürdü aşağı. Bütöv bura oldu neçə? 6. İndi bu tapmalıyıq da biz, düzdürmü? Bu x soruş. AB məsafəsini soruşur da. AB məsafəsi nə olar? X-in kvadratı bərabər 6'nın kvadratı üstə gəl 8'in kvadratı. Onda x-in kvadratı 100 olarsa x da bərabər olar 10. Cavabımız oldu B variantı. 8-ci çalışmada isə üçbucağın tərəfləri 15, 20, 25-dir. Deməli 15, 20 və 25-dir. Görək nə deyir? Böyük tərəfə çəkimi hündürlüyü tap. Şöyle böyük tərəfə bir hündürlük çəkək. Bu hündürlüyü soruşur. Necə tapacağıq? Bura x desək, bura olacaq nə? 25 minus x. Və biz bilirik ki, 15'in kvadratından x'in kvadratını çıxsa bu hündürlüyün kvadratını alarıq. Düzdürmü? Bu h'ın kvadratını alarıq. Və 20'in kvadratından bunun kvadratını çıxsa alarıq. Həmin hündürlüyü. Və bu hündürlüklər bir-birinə bərabərdir. Düzdürmü? Həmin hündürlükdə eyni hündürlüyü tapırıq. Yazaq 225 çıxaq x kvadratı bərabərdir 400 çıxaq 625 üstə gəl 50x üstə gəl yox çıx x kvadrat. Bu x kvadratları hər ikisi eyni işarəli olduğu üçün islah olunur. Qalır nə? 50x deməli bərabərdir. 400'den 625 çıxanda bizə verir mənfi 225. Burada da 225 cəm eləyir 450. Düzdürmü? X bərabər olacaq 450 bölü 50 eləyir 9. Bizdən də nəyə soruşurdu? Yox, biz tapdıq inşallah x-i. Buranı tapdıq x 9. Bura olacaq neçə? 25 9 16. İndi 20'nin kvadratından 16'nın kvadratı çıxsa bu h'ı taparıq və yaxud 15'in kvadratına 9 çıxsa h'ı taparıq. Eyni şey. İndi gəlin 20'nin kvadratından çıxaq neçənin? Neçə tapdıq oran? 16 tapdıq. 16'nın kvadratı bərabər də h kvadrat. Burada h'ın kvadratı bərabər 400 çıxaq 16'nın kvadratı neçə eləyər? 256 eləyər də, düzdürmü? H'ın kvadratı bərabər 144 alarıq və h olar 12 santimetr. Cavabımız olar D variantı. Sonra çalışma 9'da isə şəkil əsasən dir x tap. Şöyle yenə baxaq. Deməli, bura 30 dərəcədir. Bura 24, buradan bura 1. Yox. Perpendikulyara yox, bura çəkilib. Bura 1 düzbucaqlı çəkilib. Bura x-dir, bura düzbucaqdır və bura 12-dir. Ümumi bura neçədir? 36'dır, düzdürmü? Deməli 30 dərəcə bucaq qarşısına çıxıb bu katet hipotenuzun yarısıdır. Yəni bura 18'dir. Düzdürmü? İndi bura nədir? 60 dərəcədir. 60 dərəcə bucaq qarşısına çıxıb bu katet digər katetdən, yəni 18'in kökətdə 3 dəfə kiçikdir. Yəni 18 biz kökdə 3'ə bölsək alarıq nə? 6 kökdə 3. Deməli buradan buraya olan məsafə 6 kökdə 3'dür. Düzdürmü? 6 kökdə 3. Bizə x-i soruşur da, düzdür? İndi baxaq bura. 30 dərəcəli bucaq qarşısındakı bu katet düzdür? Aha, bu hipotenuzun yarısına bərabərdir. Gəl onu da belə edək. Aha, bura baxaq uşaqlar, bura baxaq. Bura 60 dərəcədir. 60 dərəcəli qarşısındakı bax bu katet var, 24 olan katet. Bu katetdən kökətdə 3 dəfə böyükdür. Düzdür? Deməli 24'ü kökətdə 3'ə bölsək alırıq buranı 8 kökdə 3. Düzdürmü? Bəli.
İndi 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu hipotenuzda, düzdürmü? Yox, burada nəsə səhvlik elədik uşaqlar. Üzrlü hesab edin. Bir saniyə. Hə, səhvliyi gördüm. Baxın uşaqlar, harda səhv etdim. Dedim ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu heç bu 18 tapdıq, düzdür. Və 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kökətdə 3 dəfə böyükdür, kiçik deyil. Bura olacaq neçə? 18 vıraq kökətdə ölçüləcək, üzr istəyirəm. Bu olacaq 18 kökdə 3. Bax, buradan bura olacaq 18 kökdə 3. Aha. İndi 60 dərəcə bucaq qarşısındakı katet digər katetdən kökətdə 3 dəfə böyükdürsə, bura olacaq nə? 8 kökdə 3. Düzdürmü? Və 30 dərəcə bucaq qarşısındakı bu katet bu hipotenuzun yarısıdır. Yəni yarısı 8 kökdə 3-dürsə, özü onda 16 kökdə 3-dür. İndi burada x-i tapmaq üçün mən 18 kökdə 3-dən 16 kökdə 3 çıxsam, alaram 18 kökdə 3-dən çıxsam 16 kökdə 3-ü x-i taparım. X-imiz olar 2 kökdə 3. Cavabımız oldu B variantı. Sonra onun çarşımada isə bərabər yanlı üçbucağın yan tərəfinə çəkilmiş hündürlüyü yan tərəfdən bərabər yanlı üçbucaq çəkək, yan tərəfə də bir hündürlük çəkək. Bu oldu bizim hündürlük. Deyir ki, təpədən başlayaraq 7-18 cm hissələ ayrılırsa, bura 7-dir, bura 18-dir. Ayrılırsa, yan tərəfə çəkilmiş hündürlüyü nə qədər olar? Bu hündürlüyü soruşur uşaqlar bizdən. Bərabər yanlıdırsa, bura neçədir? 25-dir. Düzdürmü? Və bura neçədir? Bu da 25-dir. Bu da oldu 25. İndi 25-in kvadratından 7-nin kvadratını çıxsam, alaram nə? Bu hündürlüyü 25-in kvadratından çıxsam 7-nin kvadratını, mən hündürlüyün kvadratını alaram. Doğrudurmu? Burada hündürlüyün kvadratı bərabər 25 çıx 7, bir dəfə də 25 üstə 7. Buradan alıram nə? H-ın kvadratı bərabərdir 18 vuraq 32. Düzdür? H-ın kvadratı bərabərdir. Bunu yazıram 9 vur 2 kimi, bunu da yazıram 16 vur 2 kimi. Deməli, H bərabər 9-dan çıxır 3, bu 2 ilə bu 2-dən çıxır 2, 16-dan çıxır 4. Bu da deyir 3 kim 6 4'üm 24. Deməli hündürlüyümüz oldu 24 cm. Cavabımız olar 24. Sonra 11'də isə bizə ABCD, daha doğrusu ABC bərabər tərəfli üçbucağından danışır. Deyir ki AB 25. Deməli tərəfi 25 olan ABC üçbucağıdır və buradan 7 hündürlüyü var. 7 hündürlüyü. Və sonra deyir ki, AD'nin DC olan nisbəti, AD'nin, yəni buranın, bura olan nisbəti nədir? 1'in 4'ə kimidir. Yəni 1K buradır, 4K buradır. Bütöv bura nədir? 25'dir. Deməli 1K ilə 4K'nın cəmi bizə 25'i verirsə, 5K bərabər də 25'dirsə, K'nı alırıq 5 cm. Deməli bu AD məsafəsini alırıq 5, 4K, yəni 4 vur 5 bölü deyir 20. Aha, sonra deyir ki, BY neçə olar? BY, buranı soruşur. Necə tapa bilərik? Baxaq. Deməli, buranın 60 olduğunu bilirik də, bütün bucaqların 60. Çünki bərabər tərəfli də bütün bucaqlar 60'dır. Bura olacaq 30 dərəcə. Və biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı bu katet hipotenuzun yarısıdır. Hipotenuzumuz 20'dir. Yarısı eləyəcək 10. Burada 10. Və 60 dərəcəli bucaq qarşısındakı katet, yəni bura, düzdürmü? Digər katetdən kökətdə 3 dəfə böyükdür. Yəni 10 kökdə 3 də buradır. Heç bu lazım idi, lazım değildi, bilmem. Prosta tapdım. Aha. Heç ehtiyac yoktur ki, bize x'i soruşmur. Bura 10'dursa, bura 25 çıxaq 10'da. Bak bu x olacaq. Bir de 25 çıxaq 25 çıxaq 10. Bərabər də 15. Deməli BY oldu nə? 15 cm. Bizə BY soruşur. Bu da oldu 15. Sonra 12-ci çalışmada isə burada yoxlayacağıq. Ona görə bir bazar yer lazımdır bizə. Deməli bu alfa bucağıdır, x-dir, 4 kökdə 6'dır. Və düz bucaqdır. Uyğunluğu müəyyəndir. 1 alfa 30 olarsa, 2 alfa 45 olarsa,
3 alfa 60 olarsa. Uşaqlar alfa 30 olarsa 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni x bölü 2 bərabər 4 kökdə 6-dırsa x olacaq 8 kökdə 6. Düzdürmü? 8 kökdə 6 bir də c variantında. Düzdürmü? Yazdım bura 1c. 2'ye baxırıq. 2'də 45 olarsa 45 olarsa olacaq bərabər yandı. Burada olacaq 4 kökdə 6. Düzdürmü? 4 kökdə 6 ilə 4 kökdə 6 ilə 4 kökdə 6'nın cəmi bizə verəcək buranı. Düzdürmü? Aha. Yəni 4 kökdə 6'dan neçə də kök hətta 2 daha böyük. 4 kökdə 6'nı vursaq kök hətta 2 eləcək 4 kökdə 12. O da neçə 8 kökdə 3 demək. Düzdürmü? Bura oldu. İkincidə oldu 8 kökdə 3. Var mı elə cavab B variantında var. Uşaqlar bununla bunu topladıq. Aldıq buna 8 kökdə 3. Bu da getdi. İndi baxırıq 60 dərəcə. Bura 60 olarsa, buralar 30. Düzdürmü? 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kök hətta 3 dəfə böyükdür. Düzdürmü? Mən deməli 4 kökdə 6'nı kök hətta 3'ə bölsəm, düzdürmü? Alaram nə? 4 kökdə 2. Bura oldu nə? 4 kökdə 2. Və 30 dərəcə bucaq qarşısındakı katet, yəni bu katet hipotenuzun yarısıdır. Yəni bura olacaq 8 kökdə 2. Deməli 3-cüdə də oldu 8 kökdə 2. Yəni A. Cavabımız oldu C, B, A. Bu qədər uşaqlar kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Sağ olun.